Allahdan soruşurlar ki, bəs bu insanlar necə yaşayacaqlar dünyada? Bir halda ki, ola bilirlər ki, öləcəklər. Xanım o nə qədər gizli qalırsa, bir o qədər cəzb edicidir. Elə şeylər var ki, onlar ictimailəşə bilmir. İctimailəşəndə eybəcərləşir. Amma bugün biz hər eybəcərliyi ictimailəşdirib insanlara göstəririk axı. Danışanların böyük əksəriyyəti haqqı gizlətmək üçün danışır. Haqqı demək üçün yox. Bugün insanlar nə axtarışındadır? Çox əziyyət çəkmisənsə də, çox səhvlərin, günahların içinə düşmüsən belə, onlardan ibrət almaq şansın daha çoxdur. Hər kəsən bir şey üçün gəlir bu dünyaya, aşiqlərdən başqa. Mən bugün ölsəm, yəni indi ölsəm, demərəm. Satdı Adəm babamız cənnəti bir buğdaya. Mən də dünyanı həmən qiymətə satdım, gəldim. Bir gün öləcəklərini bilən insanlar necə xoşbəxt ola bilərlər həyatda? Şəhərdən, mühitdən, insanlardan qaçaraq heyvanların içərisində insan olmaq asandır. İnsanların içində insan olmaq. İnsanların içində insan olmaq, insanların içində o insani xüsusiyyətləri qorumaq, saxlamaq çətindir. Səndən aşağı olan bir varlıq sənə nümunə ola bilməz. Hər kəsən bir şey üçün qorxur əslində. Bu qorxuları hiss edilənləri var, hiss edilməyənləri var. İnsan qorxu ilə yaşayır. Həyat qorxu üzərində qurulub. Tələləri, cəhənnəmin tələsini biz qururuq və özümüz üçün qururuq onu. Çəp baxıb düz görmək, düz istiqamətdir. Ümumiyyətlə, heyvanlar insanlar üçün misal çəkilməməlidir. İnsan köhnəlir, yoxsa qocalır. İnsan yaşadıkça hər şey xarab olur. Mən düşünmürəm ki, Allah insanı incitməklə onu sınayar. Bəzi yolsuz yola gəlsin deyə çıxdım yoldan. Mən sözün açığı bu yerlərə enmək istəmirəm. Yaxşı dediniz, enmək istəmirəm. Fədakarlıq ya özünü qurban vermək ağıl da tələb eləyir. Biz öz bəlalarımızın, öz bəd əməllərimizin əziyyətini çəkirik. Əslində hər şeydən qorxuram. İşindən, gücündən ayıracaq hər şey qorxuludur insan üçün.